Mən başlamışdım, xanım buraya gələkdə mənim kitabım, mənim açıqlar, mənim iddiama akademiya münasibət bildirsin. Çox üzr istəyirəm. Heç kim mənim bu müraciətimi Arzu xanım, mənim müraciətim barədə bir adam bir söz demədi. İlham müəllim sağ olsun bu dəstək verməyə hazırlar. Mənə dəstək lazım deyil. Mən layihə həyata keçirmirəm. Platon arzu layihəsini saxlayıram, keçirmirəm. Mənə dəstək lazım deyil. Mən iddia edim. Qız qalası kəşf etmişəm. Yox, kəşf olmaz. Üzr istəyirəm, mən fikrimi deyim. Sizə kəşf olmamış kimi gördüm. Qız qalası insan onurğa və qabrağısını əks etdirir. Sizin fikriniz. Mən başa düşdüm. Bir dənə suallar cavab verin. 11 dənə sual yazmışam. Cavab verin, amma qısa. İlham müəllim çox sağ olsun, amma bir dənə düzgün məsələdir, hansı ki qəbul edirəm, jurnallarda dərc edin. İlham müəllim, mən jurnallarda dərc etsəm, Platon arzusunu keçə bilməyəcək. Razı vermədiyim dünyaya yaya bilməyəcək. Bunu çox belə kitabı yaymıram, hələ çap eləmirəm. O nə səbəbə? Heç kim bilməsin qız qalası nədir? Heç kim bilməlisin olur. Yox, siz bilirsiniz, elm bilir və bunu biz indi Platonun arzusu müsabiqəsini keçirdik. Eşq və məhəbbət abidəsini ucaldılması var. Arzu olarak qalmasın. Yox, imkan verir, xahiş edirəm. Mən bunu dərc etdirə bilərəm. Kitab Azərbaycanda ilk dəfə Niels Bohr tərəfindən registrasiya götürüb. Heç bir kitab götürülmür. Elmi yasası var deyə götürülübdür. 2011. Yox, təzə kitab. Keçən deyildi, 25-ci. Çox xahiş edirəm, imkan verin. Mən fikirlər qarşısında icat edə bilmirəm. Xahiş edirəm. Buyurun. Eşidirik. İddia eləmirəm, kəşfdir deyirəm. Əgər Elmlər Akademiyası bir söz deyə bilirsə, içində sənin səhvin var. Qız qalasında göstərəm, onurğa və qabrıqadır. Bütün açılışını verə bilərəm. O, Nizami Gəncəvinin qəhrəmanları Leyli və Məcnunun qəlbi üzərində ucaldılmış, yer üzərində eşq və məhəbbəti ucaldılmış yeganə abidədir. Nizami Gəncəvi Leyli və Məcnunun dastanını, qız qalasının mahiyyətini bizə, gələcəyə ötürmək üçün yazır. Ərəb əfsanəsi ilə Nizami Gəncəvinin heç bir əlaqəsi yoxdur və Ağsaqqal, mənə iradanı bilən Ağsaqqal tamamilə səhv danışır. Nizami Gəncəvi bir kəlmə deməyib ki, bu ərəb əfsanəsidir. Belə bir söz yoxdur. Burada səhv demir və göstərə bilməz. Heç adı göstərilməz. Mən Nizami Gəncəvinin Nizami Gəncəvi əsərində heç bir Leyli Məcnundan xəbəri olmadığını, ərəb əfsanəsindən xəbəri olmadığını bildirir. Kitabda verilib, uzun getmək istəmirəm. Nizami Gəncəvi özü, oğlu da xahiş edilmə yazmağa deyir, bu yarımçıqdır, bunun kökü yoxdur, belə bir şey yoxdur, bunu yaza bilməm. Nizami Gəncəvi ərəb əfsanəsindən xəbəri olmadığını özü bildirir. İkinci, Nizami Gəncəvi informatorlar barədə, nə tarixi hadisələr kim danışır, informatorlar. Burada verilmişdik, xahiş edən baxarsınız. Hardan olub bu məlumat onu verir. İkinci, qız qalasını, xahiş edirəm, qoyun çıxış edeyim, 15 dəqiqə mənə imkan verir. Xahiş edirəm, 15 dəqiqə imkan verir. Düz demirsin axı. Maviler var, kitablar var. İcazə verin, mən çıxış edeyim. Artıq yox, danışın. Qız qalasını Şirvanşah, qız qalası 12-ci əsrdə ucaldığı Pumer şirkəti təmin edəndə London və Berlinin laboratoriyalarına mən cavab verirəm, bildiyim sözlərə cavab fikrini daşıyıram. Laboratoriyalara nümunələr göndərib, içindəki taxta parçasından və əhəng qurşuna və hər iki laboratoriya eyni vaxtda şəhər-şəhərdə var məlumat. 12-ci əsrdə inşa olunduğunu təsdiq etmişlər. Bu laboratoriyanın cavabıdır. İkinci, bizdə alimlər heç kim onu 12-ci əsrdən əvvələ çəkə bilmir, çəkə bilmək üçün heç bir əsas yoxdur. Qız qalası ucaldılanda Cənubbakı 3000-4000 əhalisi var idi. Bu 3000-4000 əhali olan şəhərdə bu boyda böyük abidənin ucaldılması lap əvvələ gedəndə heç bir əhəmiyyəti ola bilməzdir. Xahiş edim, faktları deyirəm sizə, bir faktlardır. Qız qalası şəhər arasında, mövcud olan qəbirstanlıq arasında ucaldılıbdır. Üzr istəyirəm, çox üzr istəyirəm. Qız qalası. Onu bilirik. Qəbirstanlıq arasında heç bir müsəlman abidəsi olan, qeyri-müsəlman abidəsi olan yerdə müsəlman qəbirstanlığı salına bilməz. Əgər orada müsəlman qəbirstanlığı varsa, deməli, onun içində heç bir başqa abidə ola bilməz. Qız qalası onun içində varsa, deməli, bu müsəlman abidəsidir. Qız qalasının üzü qibləyə yönəlir.
Soruşacaqsınız qiblə hansıdır, üzü hansıdır Qız Qalasının kitabda verilibdir, müzakirə edə bilərik. Qız Qalasının üzü qibləyə yönür. Onun üzərində yalnız bir kitabı var. Məsud İbn Davud Qübbə. Qübbə akademik Sarı Əşrəvəli xanım və Rus akademiki Xanukov birgə yazılarında vermişlər ki, Qübbə tərcümədə rus dilində. Svod, Nebesni Svod, Svarka. Birləşmiş Azərbaycan dilində Sarı Əşrəvəli tərcümə edib, qovuşma, ruhların göylərdə qovuşması. Qız Qalasının üstündə yalnız o yazılır. Və mənə qədər bütün alimlər, hamı bildirlər ki, qübbə sözü onun üstündə ola bilməz. Ruhlar orada niyə qovuşur? Bu ki, qaladır. Qalada sonra danışacağım. Ən əsası, bunların bunu Şirvanşah Axistan ucaldır. Qala kimi heç bir xüsusiyyət, əgər qaladsa, qalada bu Nemesdən, ermənidən qorumaq üçün maşikullar olmalıdır, ən azından. Heç nə yoxdur Qız Qalasını görünüsü üçün. Bu İkinci, Qız Qalasının forması onun güllə ola biləcəyini göstərir. Qız Qalası iki hissədən ibarətdir. Çox xahiş edirəm, hörmətli alimlər. Bu memar, bunu tikib, gülləni bildik. Bu böyründəki nədir? Və bizim alimlərimiz indiyə kimi tədqiqatçılar, hamısı bunu dayaq divarı. Bu güllə uçmasın deyə ağsaqqal. Dayaq divarıdır, çox razıyam. Amma bir şey bildirmək istəyirəm. Burada həm də sən bilənlər var, mənim də bilməm fikrim nə deyər. Silindilikdir. 5 metr eni var, divarlar var. Möminə Xatun məqbərəsi 34 metrədir, o durur, ona lazım gəlməyiblər var. Amma Qız Qalasına gəlir, silindirik özü çox dayanıqlıdır və bu silindirin, əgər bu silindir yıxılmaq ehtivası, buna dayaq divarı varsa, həndəsədən xahiş edirik, onları da dəvət edək, ən azı 3 tərəfindən dayaq verilməlidir. Bir tərəfdən dayaq ola bilər, Asaka bir tərəfdən dayaq ola bilər. İkinci dayaq niyə bu əyri formadadır? Forması düzgün deyil. Üçüncü, əgər orada dayaq lazım etsə, o əyri tikinin özünə dayaq lazımdır. Çünki silindirik isə daha dayanıqlıdır deməkdir. Bu onluğa və qəbırğadır. O dövrdə ucaldılan abidələr İslam dininə uyğun gəlməlidir. Quran ayəsini əks etdirir, sizin özünə sizlər ilk məhbəti ucaldılan abidədir, mahiyyəti nədir? Adəm Həvvanın qəbırğasından yaranır. Bizdə Məhəmməd Peyğəmbərin də hədisi var, qadın əyri qəbırğa kimidir. Əgər bəstəsən, xeyri görəsən, əyib düzəltmək istəsən sınar. Və o məzmunda ucaldılmış eşq və məhəbbət abidəsidir. Ona görə orada ruhlar qovuşurlar. Ona görə üzü qibləyə baxır. Və bu Axistan, yalnız Türk xalqları, yalnız Türk xalqları qadın şərəfinə abidə ucaltmışlar. Dünyada heç bir xalq, tarixdə heç bir mədəniyyət qadın şərəfinə abidə ucaltmayıb. Yalnız Möminə Xatun, Tac Mahal, Qız Qalası, Qazaxıstandakı Ayşə Xatun, yalnız qadınların şərəfinə türbələri, məqbərələri, abidələri Azərbaycan xalqı ucalır. Bu tikilinin Qız Qalası nəyə görə dünyaya yaymaq istəyirik? Nəyə görə tam fərqlidir? Yer üzərində monumental abidədir. İndiyə kimi saydıqlarımızın hamısı memarlıq məhsuludur. Memarlıq məhsulundan monumental abidə arasında fərq, monumental abidə özündə mahiyyət daşıyır, məzmun, sut. Bu memarlıq bir də rəsdə monumentalizm işidir. Və orada onurda və qabırğanı əks etdirir. Eşq məhəbbət abidəsini ucaldır. Platon adında niyə bağlamışıq? Mən niyə biləmədim o vahid? Platon adında niyə bağlı? Platon arzulamışdı ki, insanlar, Platonun əgər şeyin, pirin mahiyyəti odur ki, insanlar məhəbbətin gücünü tamamilə dərk etmirlər. Əgər dərk etsələr, ona böyük məhəbbətlər və səcdəgahlar ucaldarlar. Ancaq bundan uyğun şeylər etməmişlər, halbuki ilk növbədə eşq və məhəbbəti abidə ucaltmaq lazım idi. Və Manfakon, dünyanın 7 möcüzəsini yazan Manfakon, qeyd edir ki, mən dünyanı gəzdim, 7 möcüzəni yazdım, abidələri gördüm, ancaq Platonun istədiyi, arzuladığı abidəni görmədim, ucaltmamışlar. Və İlqar Əliyevin sahəsində, kəşfi sahəsində məlum olur ki, Qız Qalası yer üzərində eşq və məhəbbətə ucaldılmış yeganə abidədir. 2500 il əvvəl Afinada baş tutmuş o ziyafət, bugün burada su ziyafəti ilə davam edir və onların arzusunu bugün biz sona çatdıra bilərik. Əgər akademiya sir və kardan Platonun arzusundan danışsa, əgər biz belə hər öz fikrini danışdırmıyəm, o müzakirənin davamı burada gedir. Və məlum olur ki, abidəni biz ucaltmışıq. Mən bunu yaymaq, Platonun arzusu bu dəyəri yayır. Və Nizami Gəncəvi, mümkün, maraqlı, hamı üçün maraqlı deyim. Qız Qalasının sifarişçisi, Leyli Məcnunun sifarişçisi Şirvanşah Axistandır. Bütün alimlər, tədqiqatçılar, memarlıq tarixçilər burada verilibdir. Bildirirlər ki, Nizami Gəncəvi həmin dövr üçün ən gözəl mənbədir. Çox maraqlı odur ki, Nizami Gəncəvi Qız Qalası barəsində bir kəlmə söz yazmayıb.
bütün abidələr, məqbərələr, hər şey barəsində yazıb. Hətta onun xüsusiyyətlərini göstərir. Ancaq Qız Qalası barəsində heç bir kəlmə demir, özü bu sifarişçi fikri bunu. Mümkündür bu, mümkün deyil. Qız Qalası həm də indiyə kimi niyə burada biz belə müzakirə aparıq, sirli yaradılıbdır. Və Leyli və Məcnun sifarişini oxuyub, xahiş edirəm, Ağsaqqal cavab verər. Bunun sirli yaradılmasını istəyir, ərəb və fars inciləri ilə onu bəzər, türk dili yaramaz şəh nəslimizə türk dili əskiklik gətirir bizə. Yüksək yaranmışdır bizim nəslimiz. Məsələn, deməkdən də ədəbiyyat, bugünkü ədəbiyyat institutu bugünə qədər Axıstanın türk dilini təhqir etdiyini bildirirlər. Ədəbiyyat institutu bugünə kimi səhvən və ondan başqa Nizaminin də kim İtaliyadayken ucaldılmasından sonraki bu baş verən məsələlərdən xəbər var, bunu bilər. Bütün dünya yazır ki, bu Nizami özü yazır ki, türk dili yaramaz şah nəslimizə türk dili əskiklik gətirir bizə. Siz onu necə türk şairirsiniz? Çünki onun səbəbi Nizami şünaslar tərəfindən Sir və Açar kitabının 10 ildir oxumadan belə rəy verməkləridir. Onun türk dili təhqir olunmadığı burada verilir. Axıstan türk dilini təhqir etmir və Nizami Gəncəvi onu yazmır. Əgər Axıstan türk dilini təhqir edibsə, Nizami Gəncəvi Azərbaycanlıdırsa, türkdürsə, nəyə görə o əsəri yazır? Mənim dilimi təhqir edilir, mən də pul dötəmin zakazını verirəm. Bir şey mümkündürmü? Alimlər, xahiş edim cavab verin. Mümkündür ki, Nizami Gəncəvi türk olsun, türkü təhqir edənin pul dötənin zakazını qabul eləsin. Mümkün deyil. Ədəbiyyat bunu səhv indiyə kimi deyil. Elə şey baş vermir. Gözə verin mən deyil. Kimi çatdırım axıra kimi? Məsələ çox uzanacaq. Kimi çatdırım axıra kimi? Axıstan türk dilini təhqir etmir. Axıstana Nizaminin yazı üslubu məlum idi. O onun Nizami. Nizami Xəqani Şirvani və Nizami Gəncəvinin yazı üstündə Törkəni Soxən deyirdilər. Və Axıstan Nizamindən xahiş edir ki, Qız Qalasının mahiyyətini gələcəyə çatdıranda sən Törkəni Soxən, realizm yazma. Realizm yazsan bunu dağıdacaqlar. Bir də tək bu türkü övladlarımızın Leyli və Məcnun abidə ucatmışam. Sən də bunu açıb tökəcəklər, sökəcəkdilər. Ona görə bunu Törkəni Soxən. Realizm yazma. Ərəb və fars inciləri ilə bəzər. İz azdır. Və Nizami Gəncəvi Leyli Məcnun axışında bildirir ki, mən bunu bir gərdə altına saldım. Və bu gərdə yalnız Şirvanşah Axıstan bilir o gərdə altında nə var. Yazılıb mənləmi. Nizami göstərir ki, bu sirdir. Sirlər açar olsun, sirlər açar olsun da bir də çox üzr istəyirəm. Eyni şey İskəndərnamədə də verir Ağsaqqal. Bu şərəfnamədə dünya sirrindən daha çox xəzinə açarı gizlənmişdir. Kimin əlində olsa bu açar, bir çox xəzinələr açar. Nizami Gəncəvini indiyə kimi, İlqar Əliyevin Sir və Açar kitabına kimi Nizami Gəncəvinin biz yalnız üstünü görmüşük, böyük dahilini. İndi məlum olur ki, bütün həm İskəndərnamə, həm Leyli və Məcnun daxildə tam ayrı bir şeydir. Leonardo da Vinci'nin əsərləri kimi Nizami Gəncəvinin əsərləri iki hissəlidir. Üzdə çox gözəl bədii əsər, altından Nizami Gəncəvi bizə tarix, bütün tarixi ötürür. Axıstan da onu niyə görə zakaz verir? Çünki Məcnun kimdir? Məcnun Axıstanın öz övladı Məhəmməd. 15 yaşında Məhəmməd Axıstanın oğlu rəhmətə gedir. Onun müəllimi Xəqani Şirvani bu barədə məlumat var. Bu Axıstan bunu kimin şərəfinə ucalda bilərdi?